Əflatun müəllim, ilk öncə dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Bugünkü mövzumuz ərəb mətbuatı ilə bağlı olacaq. Suallarımız belədir. Əflatun müəllimin təsəvvüründə müasir jurnalist necə olmalıdır? Maraqlı başladıq. Əvvəlcə müasir jurnalistdən başlayaq, sonra ərəb mətbuatına keçəcəyik. Müasir jurnalist olmalıdır sözün həqiqi mənasında, peşəkar olmalıdır və hadisələrə dərindən bələd olmalıdır. Və eyni zamanda müasir jurnalist müxtəlif dilləri bilməlidir. Baş verən hər hansı bir hadisəni öyrənmək üçün müxtəlif mənbələrə çatım olmalıdır. Müxtəlif dillərdə olan informasiya mənbələrindən istifadə etməlidir. Eyni zamanda prinsipial olmalıdır, obyektiv olmalıdır. Yəni sözün əsl mənasında jurnalist olmalıdır. Ərəb mətbuatı dünyada təxminən 500 milyon nəfər əhatə edir və bu çox böyük bir rəqəmdir və dünya əhalisində 5%-ni təxminən təşkil edir. Sizcə bildiyiniz kimi BANF, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Əl-Cəzirə kimi dünya nəhəngi ilə sıx əməkdaşlıq edir. Amma bunu çox saymaq olmaz. Sizcə bunun səbəbi nədir və ərəb mətbuatı ilə əməkdaşlığımızı daha necə gücləndirə bilərik? Təşəkkür edirəm, çox maraqlı sual verdiniz. Çünki 44 günlük müharibə müddətində də biz izlədik hansı media vasitələrində hadisələr necə işıqlanır. Və ərəb mətbuatı da diqqətdən kənarda qalmadı. Və bu məsələ gəlməmişdən əvvəl mən bank haqqında bir neçə kəlmə demək istəyirəm. Siz burada bankdan danışdınız. Bank yalnız ərəb mətbuatı ilə bağlı yox, ümumiyyətlə Privalka mətbuatından əlaqədar, Şərqi Avropa mətbuat vasitələri əlaqədar kifayət qədər böyük işlər görüb. Azərbaycan həqiqətlərinin həmən ölkələrinin sakinlərinə çatdırılması. Ümumiyyətlə Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında bankın xidmətləri tanınmazdır. O ki qalır ərəb yönünə, o ki qalır Əl-Cəzirəyə. Şəxsən mən dəfələrlə bankın Əl-Cəzirənin əməkdaşlarının Azərbaycanda olmasını, bankın onlar üçün informasiya əldə olunmasına, şərait yaradılmasına, hətta onların Azərbaycana dəvət edilməsinin şahid olmuşam. Yalnız bir nüansı diqqətinə çatdırmaq istəyirəm ki, bir müddət bundan əvvəl Əl-Cəzirə kimi nəhəng bir televiziya şirkəti Azərbaycanla bağlı 5 hissədən ibarət reklam filmi çəkdi. İnanın ki, elə bir möhtəşəm film idi ki, Azərbaycanın bütün, siz burada vurguladınız, yarım milyardlıq ərəb dünyası üçün açdı. Azərbaycanın turist imkanlarını, Azərbaycan xalqının mənəvi dəyərlərini və eyni zamanda Azərbaycan xalqının üzləşdiyi həmin o problemlə bağlı ki, torpaqlarının işğal olması və digər məsələlər və digər mənada ərəb ölkələrinə çatdırıldı. İndi siz burada vurğulayırsınız ki, bunlar necə də azdır, əlbəttə azdır. Bu da müəyyən səbəblərlə bağlıdır. İstər-istəməz Ərəb Dövlətləri Liqasının üzvləri ilə əməkdaşlığı daha da artır. Onların media nümayəndələri ilə əməkdaşlığı daha da artırmaq vacibdir. Artıq Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında bir neçə dəfə razılaşma, müəyyən formada memorandumlar imzalanıb, Azərbaycan həmin qurumun tədbirlərində müşahidəçi kimi iştirak edir və eyni zamanda həmin qurumun müxtəlif tədbirlərində qatılır, müəyyən problemləri müzakirə edirlər. Ərəb Dövlətləri Liqasının səlahiyyət nümayəndələri dəfələrlə Azərbaycanda olub. Deməli, yuxarı səviyyədə bu əlaqələr var. Və bundan başqa Azərbaycan dövləti ayrı-ayrı ərəb ölkələri ilədir. Onların sayı 20-dən çoxdur. 20-22 belə ərəb dövləti var. Azərbaycan o dövlətlərlə iki tərəfli razılaşmalara gəlib, iki tərəfli müqavilələr bağlanılıb. Və belə bir məqamda biz rəsmi xətlərdə bu məsələni gündəmə gətirə bilərik. Mən baxıram 44 günlük müharibə ilə bağlı ərəb ölkələrində çalışan səfirliklər, nümayəndələr də kifayət qədər işlər görüblər. Məsələn, Misirdə, Əl-Cəzirədə və ayrı-ayrı ərəb ölkələrində, Suriyada, ayrı-ayrı ərəb ölkələrində fəaliyyət göstərən qəzetlərdə, saytlarda Azərbaycanla bağlı xəbərlər yayılıb. Hətta Azərbaycanlıların özlərinin həmin
ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı xəbərlər gəlir. Çox müsbət haldır. Son 30 ildə Azərbaycan və Qarabağ haqqında yəni məlumatlar ərəb dünyasına 3-cü dil vasitəsilə çatdırılmışdı. Yəni bildiyimiz kimi Türk mediasında, Rus mediasında Qarabağ haqqında məlumatlar verilirdi. Bəs sizcə yaxın gələcəkdə xəbərlərimizin, yəni sırf Azərbaycan dili xəbərlərimizin ərəb mətbuatına yayılması mümkün ola bilərmi? Ümumiyyətlə, ərəb dilli mediada informasiya mənbələri həmin Rus ya kütlə informasiya vasitələri idi, türklər idi. Bundan başqa Avropanın, məsələn, BBC-dən onlar müəyyən xəbərlər götürmüşdür. Çünki onlar üçün asandır. Məsələn, onlar üçün regiona bir müxbir həvalə edirlər. Asıl Moskvadakı müxbir Azərbaycanla bağlı müəyyən xəbərləri media vasitəsilə ötürə bilər. Türkiyədə çalışan əməkdaşlarla bu hadisələr baş verə bilər. Hətta mən onların bəzilərindən görüşdüm. Onların bir çoxu qərargahı Türkiyədə yerləşən maneələrdən gəlmişdilər. Onlar da gəlirlər, hadisə haqqında yetkin bilgiyə malik olmurlar. Əvvəlcə kimlə görüşürlər. Ermənistan da bir ərazi baxımından onlara yaxındır. Əvvəlcə ora gəlir, sonra Azərbaycana gəlir. Bax, bu baxımdan onlar müəyyən səhv edə bilərlər. Bilməməkdən səhv edə bilərlər. Bir də var ki, məsələn, onların çalışdığı media vasitəsi birbaşa erməni diasporunun çox yaxın əlaqədə olur. Küfür buradan nəyə göndərsin? Gəlsin mövqeyi tamamilə başqa olur. Və bunları aradan qaldırmaq üçün əlbəttə siz düzgün olursunuz ki, necə etmək lazımdır ki, onlar mənbə kimi Azərbaycanı əsas götürsünlər və daha ərəb dilli xalqlar, insanlar daha çox obyektiv fikirlə təmin olsunlar. Bunun üçün müxtəlif yollar var. Bayaq biz söylədik. Bizim yenidən Əl-Cəzirə icad etməyimizə ehtiyac varmı? O kifayət qədər böyük məsələ tələb edir. Bizim bəlkə də bir İngilis dilli möhtəşəm bir kanalımız olsun. Məsələn, TRT 4 var. Onun kimi də bir kanal yaratmaq olar. Bu da böyük güc tələb edir, istər-istəməz. Biz indi bayaq söylədik. Ərəb dövlətləri liqasında bu vaxta qədər 22 dövlət var. Və o dövlətlərin media vasitələrimizi nə qədər tanıyırıq? Misirdə işimizi görən qəzetləri bilə bilər, informasiya agentliklərini, Livanda da onlar aktivdilər və Suriyada mövcud bunlar kifayət qədər aktivdilər. Və əsas onların başında Əl-Cəzirə dayanır, Qatarda. Kifayət qədər Əl-Cəzirə CNN-ə, BBC-yə, Reutersə bərabər olan bir media vasitəsidir. Və digər televiziyalar, Əl-Ərəbiyyədən biz danışdıq, o da kifayət qədər populyardır. Və bir sıra qəzetlər var ki, Misirdə işığı görür, Səudiyyə Ərəbistanda işığı görür və bunlar da populyardır. Bunlarla mən belə düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında qarşılıqlı münasibətlərin qurulmasına vaxtı çatıbdır. Strategiya hazırlanmalıdır. Azərbaycan həqiqətlərinin ərəb ölkələrinə çatdırılması. Biz dini baxımdan yaxın xalqlarıq. Hətta Azərbaycanda növbəti İslam oyunları keçirildi. Demək olar ki, bütün ərəb ölkələrinin nümayəndələri başda oldular. Bakının ümumiyyətlə müsəlman dünyasının inkişafında Bakının şərq və qərbin mərkəzində yerləşdiyi bir regionda rolunun onlara açıq-aydın görürlər və kifayət qədər biz onlara məlumat verə bildik. Ancaq daha geniş məlumat vermək üçün doğrudan da bir Azərbaycanı ərəb dünyası deyəndə müsəlman dünyasının ayrılmaz tərkib hissəsi olduğunu onlara sübut etmək üçün əlbəttə biz onlarla və digər mənada münasibətləri daha da genişləndirməliyik. Bu təcrübə vasitəsi kim ola bilər? Bayaq söylədim burada. Qarşılıqlı anlaşmalar imzalana bilər. Ayrı-ayrı kütləvi informasiya vasitələri arasında müəyyən bir memorandum hazırlayıb onları təklif etmək olar. Və bir də ki, biz çalışıb nəinki ərəb dilində, eyni zamanda İngilis dilində mediamızı gücləndirməliyik. Çünki İngilis dilli media
başqa xalqlar nümayəndələri onlar bilik mənbəyi, Azərbaycanla bağlı informasiya mənbəyi hesab etdikləri kimi məhz ərəblər də hesab edirlər. Biz ərəb jurnalistləri ilə, onların kütləvi informasiya vasitələri ilə, jurnalist təşkilatları ilə hər cəhətli münasibətləri möhkəmləli bir inkişaf etdirməliyik. Çox sağ olun Əflatun müəllim, təşəkkür edirəm dəvətinizi qəbul etdiyiniz üçün. Təşəkkürlər, çox sağ olun. Mən xatırlam sizə, uğurlar. Sağ olun.